Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Bugün özümüzə boş bildik ki, cənnət qoxulu şəhidlərimizdən biri olan 44 günlük Vətən müharibəsinin şəhidi şəhid Firuzlu Əlibəy Samiroğlu'nun məzarını evimizə ziyarət edək. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə acil şəfalar versin. Vətən sağ olsun. Bir şəhid nənəsi olaraq, Mən şəhid Firuzlu Əlibəyin nənəsiyəm. Özüm də müəllimə işləmişəm, orta məktəbdə 47 il. Öz nəvəmə də dərs demişəm, nəvələrimə daha doğrusu. Yəni mən onu bir gülərüz, şən, mehriban, qayğıkeş, belə uşaq kimi daha xatırlayıram. Zarafatçıl uşaq kimi xatırlayıram. Neçə olub bu məktəbdə sözünüzə baxmasın? Bir şagird olaraq nə olaraq? Bir şagird olaraq yaxşı, əla oxuyurdu məktəbi. Yəni, bütün verilən tapşırıqları yerinə yetirirdi. Yəni, istəyir mənim fənnimdən, istəyir başqa fənlərdən. Yəni, hamısına hazır olurdu. Beləliklə, yəni, nə bilim, biz istəyirdik onu instituta qoyaq, amma o hərbini seçdi. Hərbiçi olmaq istədi. Sonra getdi əskərliyə, daxili qoşunlarda işlədi, xidmət elədi. Oradan gələndən sonra mamasına dedi ki, mama, mən hərbiçi olmaq istəyirəm. Yəni, arzusu iki qardaş, ikisinin də hərbiçi olmaq olub. Bir nənə olaraq nəvənizi hansı söz yazır? Göz yaşlarına hakim ola bilir. Mənim yaddaşımda çox sözləri var, çox. Amma yenə də ən çox sevdiyim nəvələrimdən biridir, yəni böyük nəvəmdir da, yəni. Öz əlimizdə böyümüş nəvədir, bu evdə böyüyübdür, o kravatda yatıbdır. Yəni, məsəl üçün, mən onu o qədər sevmişəm, o qədər nətər deyirlər, ona hörmətim olubdur. O da o cümlədən mənə olub hörməti.